dünyada çox belə bəid heç olmayacaq dediyimiz şeylər oldu. Biz hələ 20-ci epizodu verə bilməmişik. Yəni bax deyirdik traktor çempion ola bilməz, qoymayacaqlar falan. Traktor çempion oldu. Amerikadan deyirdik pop seçilə bilməz, papa seçilə bilməz. Seçildi. Amerikadan papa seçildi və Məsih dirildi. Və sonra biz hələ də Frankfurt biraz fəlsəfə. Biraz fəlsəfə. Biraz fəlsəfə. Bu gün Frankfurt School haqqında danışacağıq və yəni məktəb. Frankfurt məktəb. Fəlsəfə. Yox, düzdür. Düzdür deyərdim. Yoxsa hamı bilir də school yəni. Bir nəfər haqqında danışmayacağıq bu gün, düzdür? Yox. İndi mən düşünürəm 4-5 kaverdə nəfərdilər. 5-6 nəfər necə yerləşdirəcəyəm? Məncə ən çox tanınanlar məsələn Adorno'dur. Adorno bir gün mən sənə xatirə tərifləyim. Bir gün mən bir dənə seçməli dərs götürürük da. Yəni öz bölümümüzdən yox, öz danış kədəmizdən, öz mecorimizdən, öz işlərimizdən yox. Gələk ki 3 dənə də azad dərs götürəsən. Başqa yerlərdən götürəsən. Mən də gedib siyasi sosioloji dərsi götürmüşdüm. Siyasət sosiolojisi dərsi götürmüşdüm. Çox belə qəribə idim da, qürbətdə hiss edirdim o klassda. Hamı sosioloji falan danışırdı. Mən də o qədər sosiolojidə axıcad deyiləm də. Mən siyasət öyrəncisiyəm. Qaşınlı idi da. Hey hamı diskas eləyirdi. Mən də belə qıraqda belə məzlum quşədə otururdum. Həmişə gedim quşədə oturdum. Dostum da yox idi axı. Həm klasımda falan yox idi. Yanında oturan falan. Bir gün bir dənə fürsət gəldi. Klasın vəsətində ustad soruşdu, dedi ki, Frankfurt School-u bilən var? Mən də əlimi uzadım, dedim, o da fürsət gəldi. Özümü deyəcəyim ki, mən də bilirəm. Mən də başarıram. Dedim, bəli, Adorno. Theodor Adorno'nun adını dedim, Adorno. Ustad da dedi, ha, you don't know? Yaxçı. Həllidir, bəs bilmirsən. Sonra dedim, yox, Adorno. Dedi, yaxçı da bildim da, you don't know. Çox narahat oldum. I don't know Adorno. Bu belə bir xatirə istədim tərifləyim. Bu sənin fikrim ikinci bu İngilisi aksanla xatirəndə bir də bir Kant var idi ki. O Kant qəsdən şübhə eləmişdim. Bu qəsdən deməmişdi. Müəllim də Almanlı idi. O da native Amerikalı deyildi. Yəni ingiliscə ana dili deyildi. Və çox xarab elədi biləmi. O gündən sonra klassda diskussionlara şirkət eləmədim iş acığına. Frankfurt məktəbi nə mənədir? Bu məktəb nəyə var? Frankfurt məktəbi biz Marksizmi oxuyanda belə Marks teoriyada belə bir şey var idi ki, kapitalizm çökəcəkdi, sonra ondan sonra bir revolution olacaqdı, bir inqilab olacaqdı və dəyişikliklər yaranacaqdı. Ancaq illər keçir. Bu Marksist oxuyanlar belə ha gözlürlər, ha oxurlar, ha baxırlar, axı nə bir inqilab olur, nə bir ayaqlanma vardı, nə bir dəyişiklik vardı. İnsanlar oturur fikirləşir ki, pəs deməli burada bir tərslik vardı da, ya teori düz deyil, ya teoride də bir yanlışlıq vardı, ya da bizim cəmiyyət dəyişibdi. Eyni Sol cəmiyyət tərəfdə deyil. bu cür deyək də, yəni dəyişiklik olur da, bolşevikləri adam saymısan məsələn. O qədər mən Türkiyədə dedim bir tümənə dəyməz, küsamızı kim süpürəcəkdi filan beman. Türkiyənin də belə inancını itirib olar kullən sildi. Lenin falan filan. Behman, Stalinci falan söyüş olubdu bizdə. Ona görə heç olar saymısan. Sol tərəfdə dəyişiklik oldu, əslində inqilab da oldu. İnqilab gəldi bir fərqli şəkildə diktatorluğa çatdı. Yəni bir özünün içindən bir xas bir diktatorluq gəldi çıxdı. Stalinizm gəldi çıxdı. Belə qəribə gözləmədiyimiz o azad dünya ki istəyirdik gələ çata. Yəni deyirdik gəlişmə azadlıqdır da. Hegel deyirdi ki tarix gedir, gəlişir, bilik getdikcə azadlıq gəlir. Bilik yəni azadlıq, bilmək yəni azadlıq. Olmur. Sağ tərəfdə nə olur? O sol tərəfdə Marks. Sağ tərəfdə də bir böyük problemimiz var, mən heç istəyirəm. Faşizm gəlir, onu deyirsən. Sağ tərəfdə də faşizm olur. Yəni kapitalizm də əslində o liberal demokrasi dünyası. İki tərəfdən də faşizmə gəlib çıxırıq da bəs onda. Kommunizm tərəfindən də mən soldan da Stalinini heç düşünmürdüm. Amma məsələn o tərəfdən də gəlir çıxır faşizmə, amma bu tərəfdən də soldan da, Almandan da gəlir, oradan da gəlir çıxır faşizmə. Və böyük önəmli bir məsələ olur Avropada və Batı dünyasında, elə Rusiyada bunun içində. Mərkəz deyə bir şey qalmır. Mərkəz siyasəti deyə bir şey qalmır. Mərkəz çökür. Bu yəni qutbiləşmə məxsusən Alman siyasətində. Bu qutbiləşmiş dünyada Almanı ikiyə bölürlər də. Sən bunu niyə zad edirik başqa cür açılır. Alman divanla ikiyə bölünür. Bir sağı var, bir solu var. Vəsəti yoxdur, ortası yoxdur. Orta siyasəti yoxdur. Ya sağçısan, ya faşistsən. Ya da başqa bir seçim eləyəcəksənsə, bunların qarşısında durmalısan.
faşizmin başqa qarşısı yoxdur, soldur. Yəni Hı. bu başqa cürə bundan qurtulmaq olmayacaqdı. Hamını öldürürlər falan filan. Solda da fərqli bir diktatorluq var. Mərkəz siyasət çökür. Belə bir fikir Alman siyasətində Almanlı fəlsəfəçilər arasında ortaya çıxır ki, hə biz nəyi iştiba eləmişik ki, gəldik buraya çatdıq. Yəni o modernizasyon və o aydınlanma əsri, enlightenment gətirirdi bizi reason, bilik, elm, teknoloji qabağa get, maşın düzət, falan tank düzət, top düzət, filan düzət, teknoloji üçün qabağa. Gəldi bir tərəfdən bizi faşizmə, o bir tərəfdən bizi kommunizmə. Nə mənə iştibah eləmişik? Sual ortaya çıxır. Bunu buradan qurtulmalıyıq da, Qərb dünyasının içindən qurtarmalıyıq da batını. Bunu iştibah eləmişik ki, hər iki tərəfdə də biz məncə fəqət ekonomiyə baxmışıq. Kapitalizmi düşünəndə də, kommunizmi düşünəndə də, biz cəmiyyətin gəlişimini fikirləşəndə fəqət ekonomi üstündən getmişik. O sosial dəyişiklik, iqtisadiyyat üstündən getmişik. O sosial dəyişiklikləri biz gətirib o teorinin içərisinə qata bilməmişik. Bilimi mən belə deyərəm. Bu dediyin tamamilə qatılıram. Bunu istəyirəm biraz daha genişləndirəm. Sadəcə iqtisad yox. Məsələ bu olubdu ki, biliyə və fəlsəfəyə artıq o David Hume falan filan kimin belə bu dünyanı anlamaq üçün baxmışıq sadəcə. Sadəcə dünyanı anlamaq istəyən, dünyanı təfsir, tozih eləmək istəyən bilik bir şey əldən verir, o da budur ki, tənqid eləmir. Dünyanı anlamaqla dünyanı dəyişdirə bilməzsən. Dünya eyni cür qalacaqdır. Sadəcə dünyanı anlayırsan. Budur. Tamam, dünyanı açıqladıq, faşizmi anladıq, kommunizmi anladıq, marksizmi anladıq, iqtisadı anladıq. Tamam, sağ ol, afərin. Yaşa, var ol. Yaxşı, biz nə cür dəyişdirəcəyik? Məsələn, pis olan şeyləri nə cür dəyişdirəcəyik? Bilim bulanın heç bir nesib yoxdur. Yəni bilim sözün vermir. Dəqiqən Horkheimer'ın dediyinə görə qayi deyil, yəni hədəfsizdir. Sözün vermir. Bilim üçündür. Yəni bilim sadəcə dünyanı anlamaq üçündür. Xoş, dünyanı dəyişdirmək üçün mən neyniyək? O əxlaqiyyatdır, o başqa yer. Mən sadəcə Hitleri anlamaya tozih verməyə çalışıram. Sağ ol. Frankfurt məktəbi bu hayda istir bu olan şeylərə bir həll yolu tapa bilər və eyni zamanda olan şeyləri tənqid eləyə. Faşizm deyirlər kapitalizmin mərhələlərindən biridir. Kapitalizm bir cür ki gedir qabağa, azad bazar ki gedir ha qabağa. Özünü qorumaq istəyir də, özünü qorumaq üçün də azad bazarın məntiqi nə mənasıdır? Odur ki, bazara dövlət əl vurmasın. Bax, dövlətin əl çək dövlət. Hamı laissez-faire, let them do. Qoyun hərə öz işini görsün, heç kimin işinə qarışma. Belə olanda nə cür olur? Bu inama gəlirik ki, cəngəl qanunu olur da. Yaxşı bizneslər, onlar ki, yaxşı biznesməndirlər, yaxşı pul qazana bilirlər. Yaşayacaqlar, zəiflər otomatik aradan gedəcəklər. Ya bu dünyada öz soluyunu çıxardıb qurtularsan, ya da səni qurtaracaq bir dövlət yoxdur. Məxsusən böhran zamanında da heç səni qurtara biləcək bir şey yox. Faşizmin də elə düşüncəsi buna çox oxşardır. Yəni kapitalizmin bir zadı. Güclü olan özünü qurtarsın, ariyayı olan, gözü abi, gözəl olan qurtarsın. Məluldur. Fərqli toplumlar ki, daha disadvantajdılar, avantajları yoxdur. Bir istidalı başlayırlar. Onlar da ölməyə məhkumdurlar. Zəifsən, zəif dünyaya gətiribsən, sorry, şanssızlığın idi da, ölməlisən. Kimi bir düşüncə. Bazar azaddır. Yəni hamı azaddır. Ölümə məhkum dünyaya gəlibsən, öləcəksən. Qutuldu getdi. Onlar da qorxurlar bu düşüncədən. Deyirlər, bunu həll etmək lazımdır. O təbii deyil səncə? Ən güclünün yaşaması təbii olan, düz olan nə əldə? Bilimdə o zaman onu deyilmiş. Var ol. Sinə bətər söz. Yo, elə mən də oraya getmək istəyirəm. İllər boyu bu mühafizəkar küçəmizi kim süpürəcək suallarından sonra düz bir söz dedim. Və təhsinə layiqəm. Bir dənə alqış səsi effekti qoyacağam buraya. Alqışlamayın lan! Alqışlamayın! Lan alqışlamayın! Teşekkür ederim. Sağ ol, Allah razı olsun. Sağ ol. Teşekkür ederim. Ya bu sualı çox soruşurlar axı. Sadəcə bununla bağlı yox, bir çox fərqli danışıqlar, bir çox fərqli argümanlarda elə tez-tez qabağımıza çıxan suallardan biridir ki, həm də təbii olan da odur. Yəni təbii olan budur. Təbii olan nə bilim, qadının evdə oturub uşaq baxmalıdır. Təbii olan qadın güclüdür onun. Erkəyin zaddır, nə testosteron. Testosteron səbəb eləyir ki, sən ağır işlər görə biləsən. Qadın bunlar üçün yaranmayıbdı. Otusun evdə. Təbiət düzdür. Təbii olan odur da. Ki o birincisi düz deyil. Təbii olaraq da düz deyil. Təbii olaraq da düz deyil. Amma biz fərz eləsək amma fərz eləsək də ki, düzdür. Sənin sözünə gəlib satmaq istəyirəm ki, təbiətdə olan hər şey biz gəlib onu eləyəcək mənasında deyil. Təbiətdə olan hər şey düzdür deyə mənasında deyil. Teknik yerinə, teknokratlar yerinə, tekney yerinə telos üstündə fokuslanır.
qayətlər, hədəflər yerinə. Yəni maşınlar, robotlar, elm, bilim, pozitivist bilim yerinə bu bilim nə üçün var? Bu bilimin hədəfi nədir? Bu bilimlə haraya çatmaq istəyirik? İnsanlıq üçün xeyri nədir? Dünyanı necə dəyişdirə bilirik suallarına cavab verməyə çalışır. Belə bir teorik çərçivə ideoloji yaratmaq istəyir ki, elə bilək bunları düşünək. Yoxsa elə güclü gələcək Allah, zəif ölməyə məhkumdur düşüncəsi faşizmə yol açacaq. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz fəlsəfə. Bəs indi bunları deyirlər. Deyirlər ki, biz həll yolu axtarmalıyıq, tapmalıyıq. Tapırlarmı? Bir şeylər göstərirlərmi, verirlərmi? Hələ bir çox şey tapırlar. Əslində postpozitivizm mən isə eləyirəm elə buralardan başlayıb. Buralardan şayad bəlkə məsələn təməli başqa yerlərdən olar. Bəli bu insanlar gətirirlər fərqli düşünürləri, bu cünəcək düşünürlər, bir-birinə qatırlar və oradan sintez çıxartmaya çalışırlar. Kantdan başlayırlar. Marx, Freud'e hətta Freud'a qatırlar. Hegel'dən bir şey alırlar, Weber'dən bir şeyler alırlar, qatırlar, qarışdırırlar. Hətta cazdan, popdan, musiqidən, teatrdan. Məsələn, mən Kantdan gəlirlər, məntiqin və biliyin hədəfli olmasını alırlar. Yəni sən bir şey öyrənirsən, amma öyrənməyin də bir amacı olmalıdır. Nəyi öyrənirsən, nəyi işlədəcəksən, sənin nə dərdiyin deyəcəkdir. Kantdan onu alırlar. Hegel'dən bunu alırlar ki, bilik bu inkişaf etmə, qabağa getmə, bunun hədəfi həmişə axırı azadlığa çatmalıdır və ya azadlığa çatmağa çalışmalıyıq. Biz öyrənirik ki, daha yaxşı bir dünyada yaşayaq və o bilik vardı ki, hər şeyi bilirik. O bilginin də hədəfi axırı buraya çatmalıdır ki, biz azad olaq. Bir də Marxdan çoxlu şeylər alırlar və onlardan biri budur ki, bir şeyləri dəyişdirməyə biz könüllü olmalıyıq. O bizim məsuliyyətlərimizdən biri olmalıdır ki, həm bilim insanları olaraq, həm də ki, gündəlik insanlar olaraq elə bizə hey deyəni qəbul etməməliyik gözü yumulu. Biz bir şeyləri, olanları dəyişdirməyə könüllü olmalıyıq və enerjimizi o yöndə istifadə etməliyik. Belə bir də söz var, yəni akademisyenlər arasında. Da deyir, mən məqaləmi çap eləyirəm da. Mən siyasətçi deyiləm, məsələn, siyasət bilimçiyəm. Mən məqaləmi çap eləyəcəyəm, deyəcəyəm, bunu eləsəz iştibah olar, bunu eləsəz düz olar. Dünya belə işləyir, siyasət belə işləsə düz olar. Da siyasətçi bunu elədi, eləmədi, mənim işim deyil. Mən aktivist deyiləm, mən akademisyenəm. Çəkildim, oturdum qıraqda, məqaləmi çap elədim, kitabımı yazdım, getdim, pulumu aldım, ATM-dən pulumu çəkdim, getdim, evdə yatdım, qurtuldu. Yəni mənim Elə bir ki, aktivistin özünə görə bir şuğuldur. Məsələn, aktivist olmaq sadəcə bir tip insanın eləyə biləcəyi bir işdir. Çox spesifik bir baxışdır. Ona görə yəni sadəcə dünyanı anlamaq və ya akademisyen olmaq da yetmir. Orada bir Marxdan da dəyişdirmək üçün bir, nə bilim, çiyinlərində bir məsuliyyət olmalıdır da sənin də. Bir dünyanı dəyişdirmək, məqalə çap elədin, neynirəm axı məqaləni? Neçə nəfər oxuyacaq? Dütdünə citation o da olsa. O bilim adamlarının dünyanı qurtarması, bilim adamlarının əslində çiynində zad olması, bu cür bir teori düşünməsi, teorik düşünüb nəqd eləmək bir elit bir təbəqənin işidir da, nüxbələrin işidir, hər kəsin işi deyil ki. Səbəb olur ki, Frankfurt məktəbi xoşu gəlməyə zat qoyunlardan, çox insanlardan, tudədən, çox belə crowddan, cəmiyyətdən, boş cəmiyyətdən xoşu gəlmir. Özünü bir ayrı bir səthdə bir görə, bir elit bir səviyyədə görə. Məncə herhalde tənqidlərdən biri də budur. Ona görə camiədən nərdən çox qopurlar. Bunların gətirir bir yerə çatdırır zadı. Bu cancel culture-a falan istəyirəm gətirim, çatdırım. Bu tənqid məsələsi toplumdakı bu faşistik düşüncələri tənqid zədələmək. Biri gəldi Twitterdə məsələn seksist bir şey yazdı. Və ya gəldi elə bir şey yazdı ki, səhvən və ya qəsdən cancel eləməli olduq bunu. Yaxşı, imtina mədəniyyəti, cancel culture, linç kültürünə mağdur qaldı, silinməyə çalışılır. Bunun özü bir azadlığın qabağını almaq deyil səncə? Free speech-in azadlığın və bunun özü, səncə bunun özü azadlıqdır? Mən bir sual, bu cancel culture və ya practical correctness, siyasi doğruluq. Məsələn, hamıya öz zəmiri ilə xitab eləmək və ya bayan deməmək, qadın demək və ya başqa connotationlar işlətməmək, qızıldərilərə bu cür ad demək, qaralara başqa bir terminlər, Afro-Amerikan demək və ya deməmək. Bu political correctness-in içində çox bilirik da, Batı dünyasında çox bundan şeylər gəlir.
Bunun özü səncə bir azadlığı səlb eləmək deyil ki, səndən, dilindən, sənin dilindən kəlmələri alır, azadlığı səlb edir. Və özünə çox elitist bir dil yaradır orada. Vokabuleriləri ilə, öz vokabulerini yaradır. Biz bir danışqahilər, biz bir elitist bir müntəqid bir təbəqə olaraq özümüzə bir dil yaratmışıq. Yaxşı? Və bu dillə tabe olmayanı da cancel eləyirik. Bu nə cürdür? Bu faşizm deyil. Ya həm bu cancel culture ilə həm də freedom of speech, yəni danışıq azadlığını elə limit eləməyə qarşıyam. Cancel culture sən ekləyirsən. Ola bilər. Sağ ol. Yox, ona həqiqətən qarşıyam. Bilirsən, problemləri məncə çox həm səthiləşdirir və problemin içindən, əsasından biz getdikcə uzaqlaşırıq və gəlirik ad üstündə dava edirik. Sadəcə kəlmələri fokuslanırıq və kəlmələr yaxşı pis deyil. Kəlmələrin dalında olan o əməllər yaxşı pisdir. Məsələn, sən bir qadına gəlib bayan deməklə nə onu güclü eləsən, nə onu gücsüzləşdirirsən məncə. Belə kəlmə oyunlarına qapılanda və problemlər də elə o səthi leveldə qalır və o problemin əsas içərisinə heç bir şəkildə biz bir fərqlılıq yarada bilmirik. Məsələn, sualı belə qoyum ki, bəs daha da qızışsın ki, bu sən dediyin səbəb olmaz ki, birinə hey bayan deyərək elə həqiqətən onu bir alt təbəqədə evdə yemək bişirən birisi olaraq görəsən, bayan bir sosial təbəqəyə və gender normudur da bayan. Onda kəlmənin mənasını dəyiş də, kəlməni dəyişməyə lazım deyil. Sən onda tamamilə təzə bir vokabuleri yaradırsan, tamamilə təzə bir lüğət yaradırsan ki, məsələn, belə bir side effekti də vardı. Məsələn, o lüğəti bilməyən insan sən bayan yerinə ayrı bir kəlmə yaradırsan və ya nə bilim, əslində məni çox hissləndirən kəlmələrdən biri, bilmirəm, əminəm sən də görübsən, məsələn, sosial mediada İngiliscədə artıq öldürmək demirlər, unalive deyirlər. Yəni cansız. Buranı sansür eləyəcək dostlar üçün gələk də öldürmək. Yox, sən Allah. Yəni cansızlaşdırmaq. Getdikcə realitədən uzaqlaşırsan da, getdikcə o mənas, o olan mənadan uzaqlaşırsan, amma o insanlar ki, o sorundan, o problemdən nə deyirlər, zülm altında yaşayırlar, o zülm hələ də davam edir də, o zülmdən heç bir şey dəyişmir ki. Sən o qadına, qadın desən də, bayan desən də, o qadın elə gənə də evində kötəyin yeyir. Məsələn, ölüm kəlməsini işlətməyəsən, çünki bəzi insanlar narahat eləyə bilər, yəni psixi olaraq təsir buraxa bilər. Cansızlaşdırma. Sinə adı məni şəxsi olaraq narahat edir. Mən sinə adından zəhləm gedir. Onu çox adamın sözüdür, onu eşitmişəm. Mən kiməm? Biz insanların hisslərinə doğru biz gəlib qanun yaratsaq, biz insanların nəyi bəyənib, nəyi bəyənmədiyinə şəxsiləşdirdiyimiz zaman məncə çox pis bir nöqtəyə gedirik. Deyək, hamını bir çox insanı rahatsızlıq edir. Ölüm özü ilə mənfi bir connotation gətirir da. Bunu cansızlaşdırmaq desək, tamam? Səncə ölümlə cansızlaşdırmağın fərqi nədir? Cansızlaşdırmaqla ölüm o kəlmənin gətirdiyi bir çox mənfi. Düzdür. Bir çox mənfi yanları var. Amma səncə ölümə gəlməyə ölüm deməyək ki, o mənfi cəhətlərini görmüş olan insanlar. Məncə ölümə ölüm deyək də, əgər mənfi cəhəti var, lap hələ da ölümün pis olduğunu anlar da ən azından. Niyə cansızlaşdırma deyib biraz yumuşaldırsan ölümü? Bu kəlmələri dəyişdirmə kültürü məncə belə bir ideoloji arxasında vardı ki, hər şey unicornla doludur, dünya çox gözəl olmalıdır, hər şey pozitivdir, pis bir şey yoxdur. Yox, pis dünya doludur, dünya səfeh bir yerdir, dünya doludur pis şeylər ilə. Və biz o pis şeyləri görmədiyimiz sürəcə, xalça altına süpürdüyümüz sürəcə o pis şeylər daha da böyüyəcək və orada qalacaqdır. Xalçanın altında yer qalmayacaq bir yerdən sonra. Vuracaq eşiyə də. Çirpas. Yəni bir yerə qədər gizlədə bilən. Məncə elə mən öz rəssim bunu bilmirəm nə qədər üstündə araşdırma var və yox. Amma bu mən bilirsən, məncə bu bilmirəm nə qədər controversial olacaq, olmayacaq. Məncə problemlər səthidir. Problemlərin levelləri var. Bəzi problemlər daha
urgentdir, daha belə indi çözülməlidir, üstündə işləməliyik, prioritize eləməliyik. Problemlər məncə övləviyyətli olmalıdır. Düz. Və biz bu mənim fikrimdir. Bu və yaşadığımız dünyada məncə o gender neutral məsələsi gələndə və ya ad məsələsi gələndə onlar bizim övləviyyətimizin, o bir dünyada yaşayırıq ki, insanların yeməyi yoxdur. Aclıqdan ölürlər, ya evsizdilər. Məncə o insanların problemləri daha yuxarıda olmalıdır. Övləviyyətlərə daha çox olmalıdır və bizim bir dövlət olaraq daha çox önce və bir şey daha demək istəyirəm. O da budur ki, bu ad məsələsindən ya ləqəb məsələsindən danışanda o oranın içərisində də özünə görə məncə levelləri vardı. Məsələn, ya bizim özümüzdən danışaq da, məsələmin bayan kəlməsi ilə kəlmə politiyinə gələndə bayan kəlməsi ilə Türkəxər kəlməsi arasında, ləqəbə arasında çox fərqli məncə boyutları vardı. Çünki bir kəlmə vardı ki, neçə illər boyunca aşkar olaraq bir qrubu aşağılamaq üçün, bir qrubu əzmək üçün, heyvanlaşdırmaq üçün işlədilibdir və hər dəfə sən onu işlədəndə niyyətin həmişə pisdir. Sən yaxşı bir insan olsan da gəlib mənə Türkəxərdəsən, sən niyyətin pisdir. Çünki sən bilirsən o soyuşdur və soyuş olaraq işləyir. İnsan haqlarının bəyannaməsi yayınanda o fəlsəfələrindən biri o universality filan behman, bir də indivisible olmasıdır. Yəni qanunlar əvvələn komprehensivdir, bir də indivisible, bir-birindən ayrılmazdı. Yəni ümumdünya insan haqları bəyaniyəsi yayılanda bu düşüncədə idilər ki, bunun arasında övləviyyət yoxdur. Yəni düzdür 1 2 3 olaraq sıralamışıq, amma biri opsindən üstün deyil. Bu haqlar hamısı səndə var. Yəni bir qadının sən bu nəyə oxşuyur? Türcan, bu buraya da gətirir çatır. Biz məsələn deyirəm, etiraz eləyəndə Azərbaycanda 85-də da, yəni 2006 ilində may qiyamında bizə pıs-pısa demişdilər. Ruznamədə bir təhqir eləmişdilər Azərbaycanlılara və çıxmışdıq eşikdə etiraz edir. Bu etiraza heç kim qatılmadı başqa yerlərdən. Amma başqa zamanda başqa etiraz gələndə də əslində bu bəhslər ortaya çıxdı ki, əslində sizin etiraz elədiyiniz Azərbaycanlılara təhqir məsələsidir. Amma bu gün bizim etiraz elədiyimiz məsələ İran rejiminin hamını təhqir eləmə, hamını zülm altına qoymasıdır. Bir problemlərin də övləviyyəti var da. Sən çıxıbsan öz dərdiyin üçün və ya türklərə söyüş verdikləri üçün, Azərbaycanlılara söyüş verdikləri üçün. Biz isə çıxmışıq tüm İranda olan fəqrə, zülmə, elə o sizin əzilmənizə, hicaba falan hamısına çıxmışıq. Siz də gələn bizə qatılasınız. Əslində bizim dediyimiz sizdən böyükdür. Ona çıxırsınız, buna çıxmısınız eşiyə. Bəs gəlib oraya çatsa nə cür eləyəcəm, nə deyəcəm? Məncə orada o protestoları, may qiyamında olanları sənin burada dediyin o şey titildir. May qiyamı sadəcə pıs-pısaya qarşı çıxma və protesto eləmək məsələsi də idi. Pıs-pısa onu trigger eləmiş ola bilər ki, hə, ora artıq da amma orada gedib protesto eləyənlərin sən istəklərinə baxanda, türk dilində mədrəsə olmalıdır bir hər kəsə, elə o qadın yaşam azadlıq protestolarında istənilən haqlarla eynidir. Heç bir fərqi yoxdur. Haq odur. Orada o ki gəlir deyir may qiyamında olanlar sadəcə pıs-pısaya qarşı olan bir reaksionel bir protestoydu. Pəs deməli, onlar əslində bizim eşiyə çıxıb tələblərimizi kiçildir. İndi sən deyirsən, indi üstün dərdlər var da. İndi mən bunu sualı sorursam nə qədər düz olar? İqtisadi olaraq eşiyə çıxmışıq, dolar gedib bir yerə, evsizlik və ya bilməm, kargərlərin haqqı azılıbdır. İnsanlar ölürlər acından. Bəluçistanda şinasnamə falan yox. Sən isə çıxıbsan, deyirsən, mənə istəyirəm türkü dili rəsmi olsun. Atıram, bunlar çox provokativ deyirəm ki, sual, bəhs qızışsın. Yoxsa öz zehnimdə bunların hamısının cavabı var. Dostlar deməsinlər ki, bunlar həqiqətən zad eləyir. Bəluçistanda birinin şinasnaməsi yoxdur, acından ölür. Yaxşı su tapamır heç. Sənsə gəlibsən deyirsən türk dilində mədrəsə falan. Yəni bir addım sonradır da. İndi sən deyirsən ki, problemlərin fərqi var, övləviyyəti var. Yaxşı indi deyək o bundan üstündür. Çünki sualda problem var. Sual o problemləri ayrı görür. Mən də onu deyirəm. O problemlər bir-birinə ayrı görə bilməzsən. Yəni bayan da məncə problemli. Yaxşı o kəlməni də Türkəxər demək də problemli. Eyni qədərmi problemli deyilmi bilmirəm, amma biri düzəlsə, o birisi qalsa problemlər davam edəcəkdir. Mən demədim ki, problem bayan kəlməsi problemli deyil. Problemlidir. Problemlərə övləviyyət vermək xətərli deyil. Yox. Aha. Bax bunun özü məncə xətərlidir. Amma məncə insanların
və ayrı bir şey vardı ki, məsələmin indi biz meşəyə qayıtmaq istəyirəm ki, bu məsələmin Bəluçistandan sonra Azərbaycanda dedin ki, türk dilinə mədrəsə olmalıdır hər kəsə. O problemləri qarşılaşdıra bilərik. Çünki o problemlər eyni problemdir. Türk dilində mədrəsəmi verməyəndə İran dövlətidir. Bəluçistanda onları susuz ad bıraxan da İran dövlətidir. Frankfurt məktəbi bu cür deyil, bunu demir, amma məsələn o caza elədikləri tənqid, Amerikada olan sistemə elədikləri tənqidlər və bir çox streç eləyirlər və bir şeyi çox çəkəndə bir cür bir konsept. Məncə də artıq konseptləri çox əsnədirlər və bu problemdir məncə. Özlərinə görə bir faşizm yaradırlar və öz elit təbəqələrində öz vokabulariləri ilə, öz dilləri ilə, öz teoretik frameworkları ilə uzunadırlar. Amma Frankfurt məktəbi əslində bizi gətirir, buna düşündürür, bu sualı ortaya qoyur. Nə cür oldu, nəyi iştibah elədik modernizasiyonda ki, insanlar faşizmə, sağçılığa, aşırı sağa, bəlkə hətta öldürməklərə, genosayda Heideggerin natsizmə getməsi, Heidegger kimi fəlsəfəçilər, fəlsəfəçilərimizin artıq diktatorluğu tocih eləməsi, faşizmi qucaqlaması, pisliklərə okey olmaqları tayin ki, pislikləri tocih eləməklər haradan çıxır? Nə cür oldu gəldik buraya və bundan necə dəyişə bildik? Postpozitivizmin başlanğıcı olaraq bir teorik çərçivə qoyurlar bizə ki, artıq biz dünyanı sadəcə anlamaq yox fəlsəfə ilə. Bir çiynimizdə bəzi məsuliyyətlər var ki, onları daşıyaq, o da budur ki, dünyanı dəyişdirmək də bizim görəvimizdir. Yəni əgər pis olaraq dünyanı görürüksə, ona pis deməliyik və pis əgər deyiriksə, onu dəyişdirməyə də addım atmalıyıq. Bunu deyir, amma tənqidlər də elədik fərqli qonularda da. Bir sonraki podkastımız neçə ay sonra Qurban Bayramında olacağı üçün elə indidən Qurban Bayramını deyirəm, təbrik deyək. Təbrik deyək. Bunu pəxş eləməyəcəm, belə deyim. Denən sizə qurban kəsim, sağ olun. 1, 2, 3. Belə gözləyəcəyik. Qurban Bayramı nə zamandır? Az 1-2 ay qalır. Pəxş eləməyəcəm, qoxma kəsəcəyim. Sizə qurban kəsim. Qurban Bayramı izindən mübarək olsun. Sağ olun.